Salam. Bugün biz Python proqramında, daha doğrusu hər hansı bir məsələnin Python proqramında necə yazıldığına baxasıyıq. Biz bugün daxil edilən üç rəqəmli ədədi tərsinə çevirən Python proqramını yazasıyıq. Yəni bu, belə deyək də, proqramın yazılışının bir neçə üsulunu mən sizə burada təqdim edəcəm. Ki bizə bu tipli misallar, məsələlər veriləndə biz onu Python proqramı vasitəsilə necə yazaq, hansı, belə deyək, şərtlərdən istifadə edərək proqramımızı doğru şəkildə qura bilək. Və məsələdə deyilir ki, daxil edilən üç rəqəmli ədədi tərsinə çevirən proqram. Bu o deməkdir ki, biz klaviaturadan istənilən üç rəqəmli ədədi daxil edə bilərik. Yəni biz proqramı elə qurmalıyıq ki, proqram qurulan zaman bütün üç rəqəmli ədədlər üçün proqram doğru şəkildə yerinə yetirilsin. Yəni təkcə tutaq ki, götürdüm mən 767 və yaxud da 765 ədədini, onu tərsinə çevirsin, olsun 567 və bununla məsələ bitməsin. Yəni biz ora istənilən məsələn 843 ədəddə daxil edə bilərik, tərsinə çevirsin 348 və s. Yəni istənilən üç rəqəmli ədədi daxil edən zaman proqram onu doğru şəkildə tərsinə çevirsin. Doğru şəkildə qurulsun məsələ. Bunun üçün bir neçə üsuldan istifadə edək. Birinci üsuldan istifadə edərək bu proqramı quraq. Birinci üsul bizim istifadə edədiyimiz, belə deyək, riyazi üsul olsun. Biz bilirik ki, bilməyənlər də inşallah ki öyrənər. Faiz işarəsi Python proqramında qalıqlı bölməni bildirir, yəni qalığı bildirir. Məsəl üçün 7 faiz 5 yazsaq, burada cavab olacaq 2. Yəni 7-ni 5-ə böləndə qalığımız 2. 2 slash burada tam bölməni bildirəcək. Yəni 7 tam bölünsün 5 yazsaq, burada cavab olacaq 1. Niyə? Çünki 7-ni 5-ə böləndə tam hissə nəyə bərabərdir? Tam hissəmiz 1-ə bərabərdir. Yəni bu üsuldan istifadə edərək biz proqramımızı qurasıyıq. İndi məsəl üçün bu nümunədə gəlin bunun üzərində yazaq, sonra onu proqrama tətbiq edək. Tutaq ki 765 ədədidir. Fikrimizdə bunu tutmuşuq və biz bunu tərsinə çevirəndə 567 ədəd alınmalıdır. Deməli biz burada birinci nəyi tapmalıyıq? Burada sonradan çevrilmə zamanı yüzlüklər mərtəbəsində 5 dayanıb. Ona görə də biz 765 ədədini 100-ə bölsək, qalığımız nəyə bərabər olar? Daha doğrusu 10-a bölsək. 765 ədədini 10-a bölsək, qalığımız nəyə bərabər olar? Bərabər olacaq 5-ə. 765-i 10-a böləndə 765-in içərisində 10 yerləşəcək 76 dəfə. Qalığımız isə olacaq 5. Deməli, biz verilən ədədi 10-a qalıqla bölsək, nəyi tapmış olarıq? Bizim daxil etdiyimiz ədədin təşkilçilər mərtəbəsindəki rəqəmini tapmış olarıq. Daha sonra keçək onluqlar mərtəbəsinə. Onluqlar mərtəbəsində mən bunu tərsinə çevirəndə 6 rəqəmi dayanıb. Həmin 6 rəqəmini tapmaq üçün verilən ədədi 765 ədədini mən birinci bölürəm 10-a tam. 10-a tam bölürəm. 765 ədədini 10-a tam böləndə tam hissəm olacaq 76. Amma mənə hansı rəqəm lazımdır? 6 rəqəm lazımdır. 6 rəqəmimi almaq üçün 10-a tam böldüm, cavab aldım 76. Həmin 76-nı da faizlə bölsəm 10-a mənə verəcək 6 rəqəmini. Yəni 76-nı 10-a bölsəm qalığım olacaq 6. Bu da bizim onluqlar mərtəbəsindəki rəqəmimiz. Növbəti addımda yenə verilən ədədi
Artıq mən 7 rəqəmini tapmalıyam, çünki tərsinə çevirəndə təşkillər mərtəbəsində birinci rəqəmimin yüzlüklər mərtəbəsindəki dayanan rəqəm təşkil edəcək. Yəni 7 keçəcək sonradan rəqəmin, belə deyək, ədədin sonuna, sonuncu rəqəm olacaq. 765-i biz tam olaraq 100-ə bölsək, bizə nəyi verər? Yəni 765 ədədini 100-ə bölsək, tam hissəmiz olar 7. Deməli, sonuncu rəqəmimizi də almış olduq. İndi bunu Pythonda proqrama tətbiq edək. Biz bilirik ki, 3 rəqəmli ədəd deyir. Ədəd dediyi üçün Pythonda proqram yazan zaman ədədi daxil edəndə int input funksiyasından istifadə edirik. Onun üçün ədədimiz bilmirik nə ədədidir. Hər hansı bir dəyişən götürürük. Tutaq götürdük n dəyişəni. Yazırıq n bərabərdir int, yəni tam ədəd, integer sözündən götürülüb. Input klaviaturadan daxil eləmək deməkdir. Yəni bu bizim yazılışımız bizə o mənanı verir ki, biz klaviaturadan tam ədədimizi daxil edirik. İstənilən tam ədədimizi daxil edirik. Şərtli üst rəqəmli ədəd dediyi üçün təbii ki, biz üst rəqəmli ədədləri daxil eləyəsiyik. Daxil edirik. Sonra bir başqa dəyişən götürürük. Tutaq ki, mən ABC ilə gedəcəm. A bərabərdir. Birinci mərhələdə nə etmişdik? 1, 2, 3 yazaq bunlara. Verilən ədədi ona faiz işarəsi ilə bölmüşdük. Yəni qalığımızı tapmışdıq. Bizim də daxil elədiyimiz ədədimiz n olduğu üçün n faiz 10. N-i böldük 10-a. Qalığımızı tapırıq. Yəni bu A bizim tapdığımız qalıq olur. B bərabərdir. İkinci yerdə, yəni bu ədədlərin yerinə n yazasıyıq. N-i tam bölürük 10-a. Aldığımız cavabı da qalıqla 10-a böləndə ikinci rəqəmimizi tapırıq. C bərabərdir. Üçüncü, yəni sonuncu rəqəmimizi tapanda isə verilən ədədimizi tam bölürük 100-ə. Bu da bizim oldu üçüncü rəqəmimiz. İndi burada biz birinci rəqəmi 5 tapmışıq, ikinci rəqəmi 6 tapmışıq, üçüncü rəqəmi 7 tapmışıq. Bizdən də tərsinə çevrilmiş ədəd istəyir. 567. Məsəl üçün 765-i tərsinə çevirdik, 567. Bu tapdığımız rəqəmlərdən 567-ni almaq üçün biz 5-i nə etməliyik? Vurmalıyıq 100-ə. Üzərinə gəlməliyik. 6-nı vurmalıyıq 10-a və üzərinə gəlməliyik 7-ni təkliyik. Olsun 567. Bunu da yazmaq üçün biz print funksiyasından istifadə edirik. Printin daxilində, yəni heç bir dəyişən daxil eləmədən bunu printin daxilində yaza bilərik. Nə edəsik? Bizim birinci rəqəmimiz A idi. A vurulsun 100. Üstə gəlinsin. B vurulsun 10. Üstə gəlinsin C. Bu artıq bizim, belə deyək, verilmiş üst rəqəmli ədədimizin tərsinə çevirən proqramın birinci üsulu idi. Yəni ki, bu formada siz riyazi formada bu proqram vasitəsilə bunu yaza bilərsiniz. Bu aydın oldusa, keçək növbəti üsulumuza. Növbəti üsulda nədən istifadə eləyəsik? Bura ikinci üsul yazaq. İkinci üsulda mən sətirlərdən istifadə eləmək istəyirəm. Sətir daxil eləmək istəyirəm. Bu ondan ibarətdir ki, sadəcə başa salmaq üçün, izah eləmək üçün sətirləri daxil edirəm ki, rahatlıq olsun. Və belə deyim, sətir daxil eləməklə təkcə rəqəmlər yox. Yəni sətir tipli istənilən verilənləri siz ora daxil eləyib, onu tərsinə çevirə bilərsiniz. Yəni sözdə daxil eləmək olar, tərsinə çevirmək olsun və yaxud da ki, sətir tipli dəyişən deyəndə həm orada sözlər yaza bilərik, həm dırnaq içərisində rəqəmlər daxil eləyə bilərik. Yəni istənilən verilənləri tərsinə çevirəcək. Bunun üçün sətir daxil edən zaman biz bilirdik ki,
Ədəd daxil edən zaman int funksiyasından istifadə edirdik. Sətr daxil edən zaman isə intə ehtiyac yox idi. Yazırdıq n bərabərdir input. Yəni hər hansı bir sətrimizi daxil elədik. Bilirik ki, Python proqramında şərhlər yazmaq olur. Şərhləri yazmaq üçün DS işarəsindən istifadə edə bilərik. Siz də məsəl üçün tutaq ki, proqramınızın nə anlama gəldiyini bilmək üçün və yaxud da hər hansı bir sətrinizdə nə yazdığınızı unutmamaq üçün qarşısında DS işarəsindən istifadə edərək şərhlər əlavə edə bilərsiniz. Yəni bu proqramın gedişinə mane olmur. Tutaq ki, DS yazıb yazırıq, sətr daxil edək. Sətr daxil edək. Yəni hər hansı bir sətr daxil edə bilərsiniz. Sonra biz burada kəsiklərdən istifadə edərək bunu yaza bilərik. Bir də növbəti A dəyişəni götürürəm, yazıram n qoşa nöqtə -1. Bunun mənası nə deməkdir? Bunun mənası o deməkdir ki, qoşa nöqtə -1, yəni bizim verilən sətrimizi, məsəl üçün yazmışam dırnaqda 1, 2, 3. Bilirik ki, sətr tiplilərdə sayan zaman, belə deyək də, sağdan sola 0, 1, 2 bu formada sayılır. 0, 1, daha doğrusu soldan sağa 0, 1, 2 bu formada sayasıyıq. Əgər -1-dirsə, deməli biz sağdan sola gedirik. -1, -2, -3. Sayım belə başlayır kəsiklərdə. İndi birinci qoşa nöqtə bütöv sətri bildirir. İkinci qoşa nöqtə -1 isə bizim bu sətrimizi, yəni bura daxil elədiyimiz, sətr daxil eləmişdik 101, 2, 3, 123 kimi, yəni 120 sətr dediyimiz üçün 1, 2, 3 deyirik. Bunu -1-dən başlayaraq tərsinə yazacaq. Yəni yazacaq 3, 2 və 1. Deməli, sonra biz burada print A yaza bilərik. Print A yazan zaman təbii ki, bu bizə tərsinə çevirəcək və sətr tipli dəyişən verəcək. Sətr tipli dəyişəni biz istəyiriksə ki, ədəd tipli formasında versin, ədədə çevirsin. Ona görə də ədədə çevirən zaman onun qarşısında int funksiyasını mütləq qeyd eləməliyik. Məsələn, print int A və yaxud da sətr tipli istəyiriksə, ədəd yazmışıq, onu sətr tipli istəyiriksə yazmaq, yazasıyıq print str A. Yəni, int tam ədəd tipli versin, bizə ədəd tipli versin daxil elədiyimizi çıxışa. Str isə sətr tipli versin çıxışa. Bu formada ikinci üsuldan da istifadə edərək siz üç rəqəmli ədədi tərsinə çevirə bilərsiniz. Növbəti üsulumuzu qeyd edək. Üçüncü üsulumuzu qeyd edək. Üçüncü üsulumuzda yenə də mən hər hansı bir dəyişən götürürəm. N bərabərdir int. Inputdan istifadə edəcəm. Input. Yəni ədədimizi klaviatura vasitəsilə daxil edirik. Sonra bir dəyişən götürürəm. Ona 0 mənimsədirəm. Bunu izah edəcəm. Niyə 0 mənimsədirəm? Sonra while dövründən istifadə edəcəm. Deyəcəm ki, while mənim daxil elədiyim ədəd böyükdürsə 0-dan. Yəni, nə vaxta kimi proqram icra olunacaq? Mənim daxil elədiyim ədəd 0-dan böyük olana kimi. Nə edirəm? Bir də dəyişən götürürəm və deyirəm ki, həmin ədədi, daxil elədiyim ədədi ona bölüm, qalığımını tapım. Məsələn, daxil eləmişəm 963 ədədini. 963 ədədini bölürəm ona, qalığımı tapıram 3. Sonra deyirəm ki, A bərabərdir. A-nı, A dəyişəni vurum ona, üstünə gəlim B-ni. Yəni, A-ya nə tapmışdım? 0. A 0 idi. Deməli, birinci mərhələdə A bərabər olacaq. Birinci mərhələdə A bərabər olacaq. 0 vurulsun 10, üstə gəlsin. B-ni nə tapmışam? 3.
A-nın yeni qiyməti olacaq 3. Və burada yazacağım aşağı hissədə n bərabərdir n tam bölünmə 10. Növbəti mərhələdə 963-ü 10-a tam böləcəm. Olacaq 96. Artıq mənim n-im, yəni n-in yeni qiyməti oldu 96. Gəlirəm yuxarıda while-da 96-nı müqayisə edirəm. 96 böyükdür 0-dan. Bəli, 96 0-dan böyükdür. Artıq b-ni yenidən tapıram. 96 bölünsün 10-a. Qalığımız bərabərdir 6-ya. A bərabərdir. A-nın qiyməti 3 idi. 3 vurulsun 10. Üstə gəlinsin 6. Bərabərdir 36. N bərabərdir 96 bölünsün 10-a. Bərabər oldu 9-a. Növbəti mərhələdə yenə gəlirəm 9 böyükdür 0-dan, yəni n-in yeni qiyməti 9-dur. 9 0-dan böyükdür. Ona görə də b-ni tapanda 9-u 10-a böləndə qalığım bərabər olacaq 9-a. Çünki ondan kiçik ədədi 10-a bölən zaman qalıq elə həmin ədədin özünə bərabər olur. 9-u 10-a bölən zaman qalığım oldu 9. A-nın qiymətini tapanda buradan yazım. Qarışmasın. A bərabər olacaq. Buradan yazıram 9-a uyğun olaraq. A-mızın ən son qiyməti 36 idi. 36 vurulsun 10, üstə gəlsin 9. Bərabərdir 369. Həqiqətən də 963 ədədini tərsinə çevirən zaman 369 ədədini almış oluruq. Baxın, nəticədə yenə 369 ədədi alınmış oldu. Və burada biz sonda print təbii ki, nə yazırıq? A. A-nı çıxışa versin. 3 rəqəmli ədədi tərsinə çevirən proqramın belə deyək də, yazılışının bir növü də bundan ibarətdir. Yəni, bu formada da siz proqramı yaza bilərsiniz. Keçək növbəti bir üsulumuzu da burada qeyd edeyim. Bir üsulumuz, növbəti üsulumuz nədən ibarətdir? 4-cü üsulumuz. Mən bunları qeyd edirəm ki, kimə hansı üsul daha uyğundur, daha rahatdır, kim hansı üsulu daha yaxşı yadında saxlaya bilərsə, həmin üsuldan istifadə edərək proqramını yaza bilər. Təbii ki, şərtdə verilməyibsə, hansı üsuldan istifadə edin. Sadəcə olaraq üst rəqəmli ədədi tərsinə çevirən proqram yazın deyirsə, yəni bu 4 üsulun 4-ündən də istifadə edə bilərsiniz. 4-ü də doğrudur. Sadəcə olaraq şərtə diqqət etmək lazımdır. Növbəti üsulda yenə bir n bərabərdir input yazıram. Yəni sətrimi daxil edirəm. Sətr daxil edəcəm. A bərabərdir. A dəyişəninə mənim sədirəm nöqtə join. Bilirik ki, reverse funksiyası var Pythonda. Bu nə deməkdir? Reverse o deməkdir ki, yəni bizə verilən sətir tipli veriləni, daha doğrusu sətir tipli veriləni tərsinə çevirsin, yazsın. Məsəl üçün, Bakı yazmışamsa sətir tipli dəyişən. Reverse eləyən zaman bunu tərsinə çevirəcək və yazacaq. Bu formada, yəni tərsinə yazacaq. Reverse funksiyası tərsinə çevirmək deməkdir. Avtomatik olaraq özü tərsinə çevirir. Sonda isə print A. Yenə də A-nı bizə çıxışa verir. Burada da qeyd edirəm. Əgər tam ədəd çıxışa vermək istəyirsinizsə, mütləq printin içərisində int A yazaraq onu belə deyək də sətir tipli dəyişəni ədəd tipliyə çevirə bilərsiniz daha doğrusu. Və yaxud da ki, heç printin içərisində yazmadan A-nı tapdınız. A-nı tapandan sonra burada əsas məsələ ondan ibarətdir ki,
biz burada sətir tipli dəyişən yazmışıq. Əgər ədəd yazsaq dırnaqda, məsəl üçün n-in yerinə n bərabərdir dırnaqda 245-dirsə, burada printin içərisində belə yazım ki, aydın olsun. Int a yazsaq sonda int a. Yəni bunu tərsinə çevirəcək və bizə ədəd kimi çıxaracaq. Burada bir problem ondan ibarətdir ki, tutaq ki, n-in yerinə ədəd yox, bayaq qeyd elədiyimiz kimi söz yazılıb. Məsəl üçün Python sözü yazılıb. Hər hansı bir veriləndir. N-in yerində budur. N dəyişəni yerinə. Artıq bunu çıxışa verən zaman, print a verən zaman bu proqram tərsinə çevrilir. Tərsinə çevrilərək yazılır. Sadəcə olaraq onun qarşısına int yaza bilmərik. Axı bu çünki sətir tipli, belə deyək də, hərflərdir. Hərflərdən ibarətdir. Ona görə də buna diqqət eləmək lazımdır. Bu formada yazılışda. Yəni bu üsuldan da istifadə edə bilərsiniz. Üsuldan istifadə edən zaman nəyə diqqət eləyirik? Yenə də qeyd elədiyim kimi ədədimizi sətir tipli yaza bilərik. Sonda çıxışa veriləndə yenə eyni nəticə alınacaq, tərsinə çevirəcək. Sadəcə olaraq izah eləməyə çalışdım ki, sətir tipli dəyişənlər içərisində həm rəqəmlər ola bilər, həm hərflər ola bilər. Yəni buna diqqət eləyin.